Bugün 22 aprel şəhidimiz Yaqub Yaqubzadənin doğum günüdür. Bütün şəhidlərimizə Allah rəhmət eləsin. İlk növbədə videonun əvvəlində deyirəm. Mən də gəldim özümə bir borc bildim. Həkəri qəzetinin foto müxbiri olaraq Yaqub Yaqubzadənin doğum gününü yad edim. Bu ev muzeyini ziyarət edək. Mən də hal-hazırda Yaqub şəhidimizin ev muzeyindəyik. Yaqubun xatirəsinə olaraq bax belə ev muzeyində bütün şəkillərin anası tərəfindən, atası tərəfindən bax belə yaradılıb. Bütün burada bizim kənd cəmiyyətimiz gəlib bu ev muzeyini ziyarət edir. Bu gün də doğum günü olduğu üçün mən də özümə borc bildim. Ev muzeyini ziyarət edirəm. Allah rəhmət eləsin. Mən indi elə sözü verirəm atasına, anasına, Yaqubun, rəhmətli Yaqubun xatirəsi ilə bağlı uşaqlıq illərindən sonra onun yəqin ki telefon əlaqəniz ola bilər. Döyüş bölgəsində nələr deyib, nələr yaddaşınızda var, ondan heç olmasa bir iki kəlmə video alaq, yaddaşınızda qalsın. Buyurun. Sağ ol. Yaqub çox sakit uşaqlıqdan. Mərifətli, vətənpərvər. Məktəbini qurtardı, universiteti oxudu. Qurtaran kimi getdi əskərə. Əskərlikdən həmişə müsbət cavablar verirdi. Hər şey qaydasındadır, hər şey yaxın olacaq. Müharibə vaxtında heç yaxşı olacaq deyir, torpaqlarımızı alacağıq. Belə, yəni Allah bütün şəhidlərə rəhmət eləsin, mənim oğlumla bir yerdə. Allah'ım sana səbir versin. Bugün də doğum günüdür. 27 yaş olardı. Onun qismət. Bu da bizim qismətimiz. Amma Allah'ımıza şükür edir ki, nəticə yaxşı oldu, torpaqlarımız adalat oldu. Bunların sayəsində hamımız, sən, mən, hamımız ana vətənimizə gedirik. Ürəyimiz açılır. Sənə təşəkkürümü bildirəm Mürsəl. Bizi nəzərində tuttuğun üçün, yaddan çıxartmamısan, gəlmişsən. Allah kömək olsun, Allah var eləsin. Nə deyim, bu qədər. Çox sağ ol, Allah rəhmət eləsin. Bir daha elləriniz qardaşım. Onun ruh qarşısına hamı baş əyir. Biz də o cümlədən onu yad edirik. Heç vaxt da unutmayacağıq şəhidimizi. Allah rəhmət eləsin. Allah razı olsun. Ruhun şad olsun. Diqqətinizə görə təşəkkür ederim. Allah razı olsun. Siz bacı. Bəlkə. Sizin də sözünüz var. Yaqub uşaqlıqda orta məktəbi 92 saylı orta məktəbdə oxudu. O həmişə arzulayırdı, yaxından deyirdi ki, mən böyüyəcəm, Qarabağa alacağam. Rayona çox həvəsi vardı. Rayona gelirdi çox vaxtı, tətillərdə. Boş vaxtlarında rayonda keçirirdi. Bibilərindən həmişə Laçın rayonuna, öz babasının doğma yurdundan maraqlanırdı. Oralarına çox maraqlanırdı. Söhbətini qulaq asırdı. Bibisinin söhbətlərinə qulaq asırdı. Həmişə deyirdi ki, Laçını mən alacağam. O uşaqlığından vətənpərvər böyümüşdü. Həmişə qəhrəmanlarla özünü paylaşmağına fəxr bildirirdi. Milli qəhrəmanımız Mübariz İbrahimovu, Allahverdi Bağırovu həmişə onu paylaşırdı telefonunda. Onları fəxr bilirdi. Həmişə istəyirdi ki, o zonaları, Qarabağ zonasını görə. Oraları gəzə öz ayağı ilə. Qismət elə oldu. O ali məktəb bitirəndən sonra əskəriyə getdi. 3 ay əskəriyə getdi. 3 aydan sonra orada fəxrlə deyirdi ki, biz Qarabağı alacağıq. Dostlarına deyirdi. Yaxşı olacaq hər şey. Elə deyirdi. İndi biz evimizdə dayısının adını daşıyan balaca Yaqub böyüdürük.
Allah onun can sağlığı versin. Allah bütün şəhidlərimizə də rəhmət eləsin. Allah rəhmət eləsin bacı. Uşaqlar qoymun ustadın, uşaqlar sağ-salamat inşallah böyüsün. Ordumuzda xidmət eləsin. Bu da böyük bir qəhrəman olsun. Sağ ol. Yenə bütün şəhidlərimizə Allahdan rəhmət dilirik. Onların hüzur qarşısında biz baş əyirik. Sağ olun. Biz də sizin Allah kimi rəhmət oğlanlara eləsin. təşəkkür edirik ki, bizi yad edirsiniz. Çox sağ olun. Sağ olun. Sağ olun. Allah razı olsun. Sağ olun. Deyim, Murad dağında şəhid oldu. Ən çox, ən yüksək dağları sevirdi. Əskəriyə gedənə qədər elə rayonları gəzdi, Quba zonasını, rayonunu, Quba rayonunu gəzdi. Dağlıq rayonlarını çox sevirdi. Sağ olun. Siz də sağ olun. Sağ olun Yenə ki, deyirəm, gəl- Allah rəhmət qapımızı eləsin. açmısınız. Bizi yenə qürurluyuq şəhidlərimizlə. Biz şəhidlərimizi heç vaxt unutmayacağıq. Biz Çox şəhidləri sağ olun. unutsaq, şəhidlərin haqqı bizə haram olsun. Hamid müəllimin də təşəbbüsü ilə yəni mən gəldim bura. Özü mənə məlumat verdi ki, get orada bir video çəkiliş elə. Facebook şəbəkəsində, sosial Çox sağ olun. şəbəkədə paylaşır. Ahmet müəllimə də təşəkkürümüzü çatdırın. Siz də sağ olun. Sizin nəzərdə saxladığınız üçün təşəkkür edirik. Sağ olun. Allah rəhmət eləsin. Sağ olun. Rəhmət eləsin.